ilk dəfə olaraq məktəbəqədər təhsil müəssisələrinin rəhbər heyətlərinin bugün diaqnostik qiymətləndirməsi keçirilir. Qeyd edək ki, onlar 120 dəqiqə vaxt ərzində 60 sualı cavablandırmalıdırlar. İmtahan prosesi az sonra başlayacaq. Ona qədər isə müəllimlərimiz gördüyünüz kimi qeydiyyata yaxınlaşırlar və bu proses tamamlandıqdan sonra onlar zala daxil olacaqlar və imtahana start veriləcək. Məlumat üçün bildirək ki, imtahanlar 10 şəhərdə yerləşən 12 mərkəzdə təşkil olunur. Ümumilikdə isə bu prosesdə 1413 nəfərin iştirakı nəzərdə tutulub. Zeynalova Nərgiz, Yasamal rayonu 161 nömrəli uşaq bağçasının müdürü. Diaqnostik qiymətləndirmədə 60 baldan 57 bal yığdım. İmtahan çox şəffaf şəkildə keçdi. Suallar daha çox situativ idi. Bu bizim gündəlik rastlaşdığımız məsələlər idi. Həbibilə Əsmər Elsəvər qızı, 77 saylı Körpəli uşaq bağçasının müdirəsiyəm. Mən həmin bağçaya da yeni təyinat almışam. Keçən il yenidən imtahandan keçib qəbul almışam. Respublikada birinci yerlərdən tutmuşdum. Yenə 54 bal toplamışdım və bu imtahandan da 54 bal topladım. Suallar necə idi? Suallar hər səviyyəyə uyğun var idi. Asan, orta və çətin idi. Amma ümumilikdə belə deyim də, yəni rahat idi. Fətullayeva Türkən Firudin qızı, Sabunçu rayon 247 saylı uşaq bağçasında müdir vəzifəsində çalışıram. Bugünkü diaqnostik imtahanda 53 bal topladım. Suallar situativ idi daha çox. Çox asan da deyildi, çox çətin də deyildi, düşündürücü testlər idi. Mehrazadə Ülkər, Etibar Ömər adlı uşaq bağçası. Balınızı bilmək olur. 53 bal. Suallar necə idi? Çətin deməzdim, situativ suallar çox idi və daha diqqətli olduğumuz halda cavablandıra bildik. Nizami rayonu Bənövşə uşaq bağçasının müdürü Sevinç Məmmədova. İmtahan çox şəffaf keçdi. Suallar işlədiyimiz prosesə uyğun olaraq çox rahat təşkil olunmuşdu. 53 bal toplamışam. Quleyeva Kəmalə Kamil qızı, Suraxanı rayonu 269 saylı Körpələr uşaq bağçasının müdiriyəm. 50 bal yığdım. Düzdür 60 dəqiqə ərzində çalışdım bitirəm. Çünki bildiklərimi yazdım, bilmədiklərimi isə boş qoydum belə deyək. Allahverciyeva Firuzə, Sabunçu rayonu 319 saylı Körpələr uşaq bağçasının müdürü, 53 bal toplamışam. Bu bizim inkişafımıza və müəllimlərin, tərbiyəçilərin dəstəkləyici mühitin, inkişaf etdirici mühitin təşkil etməsi üçün bizə böyük kömək oldu. Həm də idarə etmə bacarıqlarımız, biliklərimiz yeniləndi. Rıcova Günel, Suraxanı rayonu 14 saylı uşaq bağçası müdürüyəm. İmtahan şəffaf keçdi, rahat idi. 51 bal topladım. Abdullayeva Rəvanə, 265 saylı bağçanın Körpələr və Uşaq bağçasının müdirəsiyəm. 2024-cü ildə imtahan yolu ilə təyin olunmuş müdirlərdənəm. Bugünkü diaqnostik imtahanda düşünürəm ki, uğur əldə elədik, 53 bal toplamışam. Ümumiyyətlə, necə dəyərləndirirsiniz bu diaqnostik qiymətləndirmənin keçirilməsini? Çox müsbət dəyərləndirirəm. Çünki diaqnostik qiymətləndirmə zamanı İlkin rəydir, yəni müəssisələrdə rəhbərlərin vəziyyəti barədə ilkin rəydir. Mən düşünürəm ki, bu bizi inkişafa aparır. Mən Musayeva Lalə Ağaverdi qızı, 135 saylı uşaq bağçasının rəhbəriyəm. Özüm də imtahanla, təyinatla gəlmişəm. İmtahan nəticəsində il yarımlı fəaliyyət göstərirəm. Diaqnostik imtahan çox şəffaf, çox gözəl keçirildi. Suallar sırf bizim öz iş prinsiplərimizdən idi. Düzdür, hazırlaşmadan, heç bir şey təkrar etmədən qoşulduq. Çərçivə sənədini sadəcə təhlil etdik. 49 bal topladım.